bilirsiniz. Deməli, gedirik. Bir kafe var burada. Livanlıların kafesidir və künufə də var burada. Prosta künufəni mozzarella pendiri ilə eləyirlər. Gedək, istəyirik dadına baxaq. Görək dadı necədir. Eskafe buranı neçənci dəfədir çəkirəm əslində. Və şirin balaca kafeşkadır. Burada çox dadlı şeylər olur. Səhər yeməkləri və s. Çayları baxın, bu formada verirlər. Bu bizə lap yaxındır. İstidir bu arada. Bayaqdan gətirirlər. İstidir. Künufə zakaz verdik. Görək dadı necə olacaq. Baxın, künufəni bu formada verirlər. İstidir. Ümid edirəm səsini eşidirsiniz. Mikrofonum evdə qalıb. Bizim öyrəşdiyimiz kimi teksturası yoxdur. Baxın dadı necədir. Fikir verin. Alt hissəsi ilə bir yoxdur. Pendir də alt hissəsi. Şirinisi azdır. Məncə niyə? Bizə Bakıda şərbət gətirirlər yanında. Amma dadı bənzəyir. Tam o deyil, amma bənzəyir. İstəməyən çayların da dadına baxın. Bakının çayının dadı gəlir. İyi gəlir. Beta. Hiç değil. Sadece bizde öğreştiğimiz dadla değil. Ama bu da dadlıdır. Bakın pendirine necə uzanır. Görsün. Çok geçenli. Maraqlıdır. Adamı qəti vurmur. Bizdə künufə vurur. Həm yağlıdır, həm də şərbətli. Havadır. Maraqlıdır. Ardınca da belə bir San Sebastian götürdük. Əslində San Sebastian'ın ilk hazırlandığı məkanında yoxlamışdım və Azərbaycandakından çox üstə idi dadı. Yəni biz yediyimiz tamam fərqli bir şeydir. Burada tamam fərqlidir. Baxın, belə özündən də bilinir ki, fərqlidir. Burada da o yediğimizdə biraz fərqlidir, amma mükəmməldir. Bir də deyirəm ki, doğrudan da insanda abu havanı yaratmaq böyük şeydir. Çünki burada baxın, kiçik detallar sırası bizə vətəni xatırlatır, yəni Türk stilindədir. Yaxşı abu hava yaradır insanda. San Sebastian'da mütləq gəlirsiniz İspaniyaya. San Sebastian şəhərində bunun dadına baxırsınız.